Salam, xoş gördük sizləri. Bizim bugünkü dərsimiz coğrafiya elminin inkişaf mərhələləri haqqında olacaq. İlk növbədə baxaq görək coğrafiya nədir, nəyi öyrənir. Coğrafiya geo-yer, qrafos təsvir edirəm deməkdir. Yəni yer səthini təsvir edirəm mənasını verir. Coğrafiya terminini elmə ilk dəfə gətirən alimimiz Eratosfendir. Buna görə onu coğrafiyanın atası adlandırırlar. Hətta onun böyük xidmətləri olub coğrafiya elmində. Növbəti slaytlarda danışacağıq bunun haqqında. Coğrafiya elmi bəs özü nəyi öyrənir? Coğrafiya elmi təbiəti, cəmiyyəti və cəmiyyətin təsərrüfat fəaliyyətini öyrənir, yəni iqtisadiyyatımızı. Hər bir elm kimi coğrafiya elmi də inkişaf mərhələsində müəyyən mərhələlərə ayrılır. Coğrafiya elminin inkişafında xidməti olan qədim dövlətlər, qədim Misir, qədim Yunanistan, qədim Çin, Roma dövlətlərini nümunə göstərə bilərik. İlk dövrümüz qədim dövr və yaxud da ilkin təsəvvürlər dövrü adlanır. Bu dövr eramızdan əvvəl 3-cü əsrdən bizim eramızın 5-ci əsrinə qədər olan dövrə əhatə eləyir. Bu dövr ona görə ilkin təsəvvürlər dövrü adlanır ki, dövrün əvvəlində hər şey təsviri xarakter daşıyırdı. Yəni insanların düşüncələri, elm çox inkişaf eləmədiyinə görə insanların düşüncələri falan təsviri xarakter daşıyırdı. Məsələn, yerdə baş verən tərpənişləri, hadisələri, tektonik hadisələr və sair sahil boyunda yerləşən ə, əhali, insanlar yeri hər hansı bir okeanda yaşayan canlıların üzərində təsvir eləyirdi. Amma quruda yaşayan insanlar isə, yəni isti ölkələrdə yaşayan hər hansı bir canlının üzərində təsəvvür edirdilər. Buna görə ilk dövrlər ilkin təsəvvürlər dövrü adlanırdı. İlkin təsəvvürlər dövrünün alimlərinə baxaq. Birinci Babillər xalqına baxaq. Babillərdə açar söz qat yazırıq. Babillər yeri Babillər deyirdi ki, yer ayrı-ayrı qatlardan təşkil olunub. Mərkəzdə bizdən üstdə və altda ayrı-ayrı cəmiyyətlər yaşayır. Şumerlər isə deyirdi ki, dünya dörd cəhətdən ibarətdir. Hər cəhətdə bir dünya var. Bizim yaşadığımız isə Kiçik Asiya yarımadası mərkəzdə yerləşir. Onların ətrafında yerləşən Egey, Mərmərə, Aralıq dənizləri isə hərəsini bir dünya adlandırırdılar. Pifaqor. Pifaqor yerin kürə formasında olmasını fikir olaraq irəli sürüb. Deyib ki, e, kürə fiqurların ən möhtəşəmidir. Ona görə də yer kürə formasındadır. Aristotel isə bunu elmi cəhətdən əsaslandırıb. Necə? O deyib ki, əgər ay tutulması zamanı yerin kölgəsi ayın üzərinə düşür və buna əsasən deyib ki, yer kürə formasındadır. Daha sonra alimlərimizdən gəlir Eratosfenin nə kimi xidmətləri olub, onlara baxaq. Eratosfenin dörd əsas töhfəsi olub coğrafiyaya. Birinci növbədə ilk dəfə coğrafiya sözünü elmə gətirib, coğrafiya sözü və yaxud da termin yaza bilərdik. İlk coğrafiya xəritəsinin müəllifidir. İlk coğrafiya kitabının müəllifidir və Günəşin düşmə bucağına əsasən yerin ölçülərini hesablayıb. Ekvator çevrəsinin uzunluğunu hesablayıb və indikinə çox yaxın nəticə alıb. Dörd töhfəsi olub və bundan çox töhfələr olub. Prosta biz əsas bunları deyirik və bu xidmətlərinə görə Eratosfeni biz adlandırırıq coğrafiyanın atası, yəni coğrafiyanın yaradıcısı. Daha sonra səyyahımız gəlir, ə, alimimiz gəlir Ptolomey. Ptolemeyin hansı xidmətləri olub? Ptolomey 3 dənə xidməti olub. Birinci növbədə Eratosfen ilk xəritəni yaratmışdı. Ptolomey isə artıq ilk mükəmməl xəritəni yaradır. Mükəmməl. Mükəmməl sözü gördünüzsə Ptolemeyə aiddir bu xəritə. İlk mükəmməl xəritənin müəllifidir və bu xəritə 15-ci əsrə qədər istifadə olunub. Daha sonra geosentrik sistem nəzəriyyəsinin banisidir. Geosentrik. Geosentrik o deməkdir ki, geo yer deməkdir. Yer mərkəzdə, sentrik isə mərkəz deməkdir. Yəni yer mərkəzdə dayanır, digər planetlər isə onun ətrafında fırlanır. Növbəti slaytlarda onun təsvirini göstərəcəm. Və axırıncı xidməti coğrafiya adlı kitab yazıb. Və bu kitabda da Azərbaycandan bəhs edib deyə Azərbaycanı öyrənən alimlərdən hesab olunur. Coğrafiya kitabı. Bu dövrdə Azərbaycanı öyrənən, yəni qədim dövrdə Azərbaycanı öyrənən iki dənə alimimiz var. Bir Ptolomeydir, bir də Strabon. Strabon. Gəlin bunun geosentrik sistem nəzəriyyəsinin təsvirinə baxaq. Ə, Baxın, geosentrik sistem nəzəriyyəsində deyir ki, yer mərkəzdə dayanır öz. Günəş isə Sam və digər planetlər isə onun ətrafında fırlanır. Amma müasir nəzəriyyəmiz bu deyil, bunu da xatırlayaq, bilək. Daha sonra Eratosfenlə Ptolomey dedik ki, xəritə tərtib edir. Bu xəritələrin oxşar fərqli cəhətləri var. Bu Eratosfenin tərtib elədiyi xəritədir, bu isə Ptolemeyin tərtib elədiyi xəritədir. Üzrlü say. Eratosfenin tərtib elədiyi xəritədə təsvir olunan ərazilər Cənubi Avropadır.
Aralıq dəniz sahilində. Cənub-Qərbi Asiya və yaxud da Asiya deyirik və Şimali Afrika. Bu hissələr təsvir olunub və bu dövrdə Afrika Liviya adlanırdı. Həmin ərazilər həmçinin köhnə dünya adlanır. Çünki əvvəldən məlum olan ərazilərdir. Ptolemeyin xəritəsində isə Eratosferin xəritəsindən oxşar cəhəti hər ikisində eyni ərazilər təsvir olunub. Amma fərqli cəhəti odur ki, Ptolemeyin xəritəsində daha geniş ərazilər təsvir olunub. Asiya, Afrika daha geniş şəkildə verilir. Artıq burada Afrika Efiopiya adlanır. Daha geniş şəkildə təsvir olunub. Bir də fərqli cəhət odur ki, Ptolemeyin xəritəsində dərəcə torundan, yəni meridian fayellərinin əməliyyat etdiyi şəbəkə, bax bu şəbəkə adlanır dərəcə toru şəbəkəsi. Dərəcə torundan istifadə olunub və coğrafi koordinatlar verilib. Yəni coğrafi eni, coğrafi uzunluq koordinatlar verilmişdir. Buna görə ilk mükəmməl xəritədir və səyahətçilər səyahətə çıxarkən bu 15-ci əsrə qədər bu xəritədən istifadə ediblər. Daha sonra kim gəlir? Strabon. Strabon da coğrafi kitabı yazır. 17 cildli coğrafi kitabın 12-ci cildində Azərbaycandan bəhs edir və Azərbaycanı öyrənən alimlərdən hesab olunur. Homer, Mer sözündən oxşada bilərsiniz. Homer yeri hamar təsvir eləyir. Hamar. Herodot isə yeri oval təsvir eləyir. Oval. Krates Maloski ən qədim qlobusun. Qlobusun haqqında suallarımız müxtəlifdir. Ona görə yadınızda saxlayın. Ən qədim qlobusu düzəldir. Hipparx. Hipparxla bağlı olan məsələlər iqlimlə bağlıdır. Günəşin üfüqdə hündürlüyündən asılı olaraq dəyişməsini, iqlimlərə təsirini və iqlimlə bağlı nə görsək, Hipparxa götürürük. Bunlar qədim dövr səyyahlarımız və alimlərimizdir. Keçək orta əsrlər dövrünə. Burada Krates Moleskinin xəritəsi təsvir olunmuşdu. Dünyada ilk qlobus, qədim qlobus bizim eramızdan əvvəl 2-ci əsrdə yaşayan Krates Moleskiyə məxsusdur. Daha sonra keçdik orta əsrlər dövrünə. Orta əsrlər dövrü 5-ci 15-ci əsrləri əhatə edir. İlk səyyahımız, alimimiz Əl-Birunidir. Əl-Biruni 10-cu 11-ci əsrlərdə 10-cu 11-ci əsrlərdə yaşamışdı və ilk yerin gildən qlobusunu düzəldib. Şərqdə. Bunu demək istirdim, çaşdım. Şərqdə yerin ilk gildən qlobusunu düzəldən alimimizdir. Bax, ilk qədim qlobusumuz oldu Krates Maloski. Şərqdə ilk qlobus və yaxud da gildən düzələn qlobusun müəllifi isə Əl-Birunidir. Daha sonra Nəsrəddin Tusi gəlir. Nəsrəddin Tusi Azərbaycan alimidir. O 1259-cu ildə Marağa rəsədxanasını tikdirmişdi. Orada 256 şəhərin koordinatını vermişdi və ulduzlu səmanın qlobusunu yaratmışdı. Qlobusla bağlı görürsünüz fikirlər çoxdur. Ona görə hərənin özünün açar sözünü yadda saxlamalıyıq. Ulduzlu səmanın qlobusu. Nəsrəddin Tusi düzəltmişdi və Azərbaycan alimi idi. Daha sonra Nikolay Kopernik gəlir. Nikolay Kopernik heliosentrik sistem nəzəriyyəsinin müəllifidir, banisidir. Heliosentrik, geosentriki dedik ki, Ptolemeyindir. Geo, yer, qrafos təsvir edirəm deməkdir. Burada da heliosentrikdir. Helio günəş deməkdir. Sentrik də ki, mərkəz deməkdir. Buradan yadınızda saxlaya bilərsiniz ki, günəş mərkəzdə, digər planetlər isə onun ətrafında fırlanır və müasir dövrün nəzəriyyəsi də budur. Nikolay Kopernikin bu nəzəriyyəsi. Daha sonra gəlir İrlandiya sakinləri, Skandinaviyalılar və Leif Erikson. İrlandiya sakinləri 7-ci əsrdə gəlirlər, İslandiya adasını kəşf edirlər buranı, İslandiyanı. Daha sonra Skandinaviyalılar gəlirlər, Qrenlandiyanın cənub hissəsini kəşf edirlər. Daha sonra burada Vikinglər yaşayır. Vikinglərin başçısı gəlir, Şimali Amerika, Şimal-Şərq sahillərini tədqiqat edir və Newfoundland adasına kimi gəlir. Ən sonuncu Leif Erikson səyahət olub ardıcıllıqda. Daha sonra gəlir, deməli, silə lövhəni, Marco Polo. Marco Polo və Afanas Nikidin. Marco Polo kimdir? Marco Polo böyük İpək yolu üzərində yerləşən ölkələri tədqiqat aparıb, həmin ölkələrdən keçib, onlar haqqında məlumat verib. Azərbaycan da böyük İpək yolu üzərində yerləşdiyinə görə Azərbaycan haqqında məlumat verən orta əsrlər alimi Marco Polodur. Böyük İpək yolu. Bir də var Afanas Nikitin. Afanas Nikitin Rus taciri idi. Bircə saniyə böyük İpək yolu. Çünki açar söz qeyd eləyənlər olur, ona görə yazıram. Afanas Nikidin isə Rus taciri idi. O, şimal-cənub nəqliyyat dəhlizi üzərində olan məntəqələri öyrənib, yəni Rusiyadan Hindistana gedən ticarət yolu üzərində tədqiqat aparıb. Azərbaycan da bu yolun üzərində olduğuna görə orta əsrlər dövründə Azərbaycan haqqında məlumat verən səyyahlarımız bunlardır. Marco Polo və Afanas Nikidin. Mahmud Qaşqaydı Türk xalqlarının ədəbiyyatı, folkloru, mədəniyyətləri haqqında məlumat verib, onların xəritələrini çəkib. Bu funksiyalar olmuşdu.
Keçid növbəti böyük coğrafi keşişlər dövrünə. Böyük coğrafi keşişlər dövründə xidmətlər böyük olduğuna görə, yüksək xidmətlər göstərildiyinə görə bu dövr böyük coğrafi keşişlər dövrü adlanır. 15-ci əsrdən 17-ci əsrə qədər əhatə edir. Bu dövrün ilk səyyahı Christopher Columbdur. Christopher Columb, baxaq səyahət istiqamətində marşrutuna. 1492-ci ildə Christopher Columb səyahətə çıxır. 1492-ci ildə. Onun səyahət marşrutu bu qara rəngdə olan marşrutu. Bir yazıram. Ə, Bu marşrut üzrə hərəkət edib. Onun məqsədi nə idi? Məqsəd Hindistana dəniz yolu tapmaq idi. Deyə bilərsiniz, əvvəl axı Hindistana ticarət olub. Bəli, böyük İpək yolu yerləşir bu yolun üzərində, Hindistanın üzərində. Amma Hindistana gedən yolun üzərində quldurlar, qarətçilər çox olduğuna görə tacirlər qarət olunurdu. Buna görə də ölkə rəhbərliyi deyir ki, bizə su yolu lazımdır. Su yolu daha sərfəlidir. Və bu dövrdə də, o dövrdə də yadınızdadır, dedik ki, Avropa, Afrika və Asiya məlum idi. Şimali Amerika, Cənubi Amerika məlum değildi və yerin kürə formasında olması fikri irəli sürülmüşdü. Ona görə onlar düşünürlər ki, qərbə doğru getsək, fırlanarıq, gələrək yenidən Asiya çatarıq. Hindistana çatarıq. Bu məqsədlə Christopher Columb irəli gedir və gəlib Şimali Amerikanı kəşf edir. Kəşf etməklə müstəqil materik olduğunu sübut eləmək ayrı-ayrı anlayışlardır. Şimali Amerika materiki kəşf olundu 1492-ci ildə kim tərəfindən? Christopher Columb. Onun əsas məqsədi nə idi? Hindistana dəniz yolu tapmaq. Və ömrünün sonuna qədər bu elə bilirdi ki, bura Hindistandır. Ona görə buradakı Mərkəzi Amerikadakı adalar West Hind ölkələri adlanır hələ də. West Hind adaları və yaxud da deyirik. Bundan sonra Hindistanın dəniz yolu tapma 1498-ci ildə Amerikada Vespucci gəlir, isbat edir ki, bura Hindistan deyil, yeni bir qitədir, Şimali Amerika. Buna görə də onun şərəfinə Amerika qitəsi, Amerikada Vespucci'nin şərəfinə Amerika adlandırılır. Daha sonra gəlir Vasco da Gama. 1498-ci ildə Vasco da Gama səyahət edir. Onun da məqsədi Hindistana dəniz yolu kəşf etməkdir. Bu Bənövşə ilə olan marşrut xətti Vasco da Gama'ya aiddir. Vasco da Gama'dan əvvəl 1488-ci ildə Bartolomé Dias adında bir səyyah gəlir bura kimi çatır. Burada fırtınalar olduğuna görə o vaxtda fırtına burnu adlanırdı. Keçə bilmir və geri qayıdır. 1498-ci ildə Vasco da Gama bu ərazini keçə bilir və Hindistana dəniz yolunu kəşf edir. Daha sonra bu bura aid deyil. Fernand Magellan gəlir. Fernand Magellan 1519 ekspedisiyası daha doğrusu 1519-1521-ci illərdə səyahət edib. 1519-cu ildə o səyahətə başlayır. Onun səyahətinin məqsədi nə idi? O deyirdi ki, əgər yer kürə formasındadırsa, biz qərbə doğru gedərək Hindistana gedib çıxa bilərik. Bu fikri isbat etmək üçün səyahətə çıxır və qırmızı marşrut xətti onun marşrut xəttidir. Gəlir Filippin adalarında yerli çaxnaşma nəticəsində öldürülür. Onun səyahətini davam etdirir Juan Elcano. Bu göy marşrut xətti də Juan Elcanoya məxsusdur, 4 yazıram üzərində. Juan Elcano onun səyahətini başa çatdırır. Fernand Magellan səyahəti iki əsas töhfə verir bizə. Yer həqiqətən də kürə formasındadır və buna da nə deyirlər? Yerin kürə formasında olmasını praktiki cəhətdən sübut etdi. Testlərdə açar söz kimi praktiki və yaxud da əyani deyəsiz. Fikri cəhətdən izah edirdi Pifaqor, elmi cəhətdən Aristotel. Fernand Magellan isə praktiki və yaxud da əyani cəhətdən sübut elədi. Və okeanlar bir-birindən qarşılıqlı əlaqədədir. Yəni vahid dünya okeanı anlayışını isbat elədi. Plus ilk dünya səyahətini yeni yetirən səyyahımızdır Fernand Magellan. Daha sonra keçdik yeni slayda. Bu slayda köhnə dünya, yeni dünya anlayışı. Əvvəllər Ptolemeyin xəritəsində tərtib olunan Avropa, Asiya və Afrika köhnə dünya adlanırdı. Yeni kəşf olunan ərazilər isə yeni dünya adlanır. Və bu ərazilər kəşf olunduqdan sonra Avropa əhalisi Amerikaya axın edir. Və buradakı əhalini ya qırırlar, ya da ki əlverişsiz təbii şəraitə malik olan yerlərə köçürürlər ki, bu ərazilər də adlanır rezervasiyalar. Rezervasiyalar. Bu ərazilər arasında mübadilə baş verir Avropa ilə Amerika arasında. Avropadan Amerikaya gedənlər əsasən taxıl bitkiləri, burada arı ilə kələmi xüsusən yadımızda saxlayırıq, açar söz kimi arı, kələm və taxıl bitkiləri plus heyvanlar bura aiddir. Köhnədən yeniyə gedənləri. Yeni dünyadan köhnə dünyaya gedənlərsə əsasən meyvə-tərəvəzdir, pomidor, biber, soya, paxla, qarğıdalı, badımcan, balqabaq, kabak, ananas bunlar gedib. Bir dənə canlılardan isə Hind toyuğu. Hind toyuğu. Yenidən köhnəyə doğru mübadilə aparılıb. Bu şəkildə açar sözləri qeyd etsəz, rahat şəkildə testlərin cavabını tapa biləsiniz. Daha sonra keçdiyi növbəti slayda Mercator. Mercator 1595-ci ildə ilk atlasın müəllifidir və onu biz kartoqrafiya elminin banisi hesab eləyirik. Gerard Mercator.
William Yanson və Abel Tasman. William Yanson 1606-cı ildə səyahət edir. Cənubdakı qurları kəşf etmək məqsədilə. Avstraliyanın şimal hissəsinə gəlib çatır və buranı ada adlandırır. Yəni kəşf eləmir, ada adlandırır. 1642-ci ildə Abel Tasman səyahətə çıxır və Avstraliya materikinin ətrafında fırlanaraq Avstraliya materikini kəşf edir. Bundan başqa Tasmaniya adasını kəşf edir və Yeni Zelandiyalıların da kəşfi Abel Tasmanın adı ilə bağlıdır. Növbəti dövrümüz ən yeni dövrdür. Bu dövr 17-ci əsrin sonlarından bu günə qədər olan dövrü əhatə eləyir. Bu dövrün səyyahlarından Dejinyo və Beringə baxaq birinci. Dejinyo Avrasiyanın ucqar şərq nöqtəsini, ucqar nöqtə yazıram bura. Avrasiyanın ucqar şərq nöqtəsini kəşf edib. Vitus Bering iki qitə arasındakı boğazı. Testlərdə də bu şəkildə də görəsiniz. İki qitə arasındakı boğazı, yəni onun şərəfində Bering boğazı adlanır və onların arasında yerləşən Bering dənizi var. Onu da kəşf edib, onun şərəfinə Bering adlandırılıb. James Cook nə edib? James Cook 3 dəfə dünya səyahət edib. Baxaq James Cook'un sıra. Bu Vitus Bering'in səyahətinin istiqamətidir. İki qitə arasında Alyaska ilə Rusiyadır. Burada ərazi olaraq göstərilib. Bu Asiya qitəsidir, bu isə Amerika qitəsidir. James Cook nə edib? James Cook 3 dəfə dünya səyahəti eləyən və 3-cü dəfə dünya səyahəti eləyən alimimizdir. 2-ci dəfə dünya səyahəti Fernand Magellandan sonra Francis Drake eləyib. Bu isə 3-cü dünya səyahətidir və 3 dəfə eləyib. Avstraliya materikini kəşf edən Abel Tasman idi. Müstəqilliyi sübut eləyən isə James Cook olur. Necə Christopher Columb Amerika qitəsini kəşf elədi, Amerikada Vespucci oranın müstəqilliyini sübut elədi, burada eyniliklə. Daha sonra Yeni Zelandiya adasını Abel burada kəsişir deyə ayrıca yazıram. Yeni Zelandiya adasını Abel Tasman kəşf edibsə, onun iki müstəqil materikdən ibarət, iki müstəqil adadan ibarət olmasını isə James Cook söyləyib. Belə iki adadan ibarətdir. Yuxarı hissəsi Şimal adası, aşağı hissəsi Cənub adası adlanır və onların arasında bir dənə boğaz var, Cook boğazı və onun şərəfinə Cook adlandırılıb bu boğaz. Bundan başqa Sakit Okean mərkəz və qərb hissələrindəki adaları kəşf edib, Havay adalarını kəşf edib. Bunlar hamısı James Cook'un adı ilə bağlıdır. Daha sonra gəlir Alexander Humboldt. Alexander Humboldtun xidmətləri çox olub və bunlar haqqında hamısını əzbər bilməliyik. Alexander Humboldt 1799-1804-cü illərdə səyahət edib və əsasən Cənubi Amerika materikinin tədqiqində iştirak edib. Amma desələr Şimali Amerikada olub, bəli olub. Bu onun səyahət marşrutudur. Baxın bu marşrutu görürsünüz Meksikaya kimi gəlib, Mərkəzi Amerika adalarına kimi gəlib. Deməli, Alexander Humboldt Şimali Amerikada da tədqiqat aparıb, amma əsas hissələri Cənubi Amerikaya aiddir. O nə edib? Bir dənə dağda tədqiqat aparıb, Ant dağları. Ant dağlarında tədqiqat apararkən düzənlikdən dağlığa qalxdıqca görür ki, iqlimlər və onlara müvafiq olaraq bitkilər dəyişir. Buna görə də bitkişünaslıq və iqlimşünaslığın əsası banisi Alexander Humboldtun adı ilə bağlıdır. İki dənə elm, bitkişünaslıq və iqlimşünaslıq. Daha sonra iki dənə çayda tədqiqat aparıb. İki çay. Bu şəkildə sistemləşdirməsəz bu Humboldtdur, David Livingstone'da öyrənmək çətindir. İki dənə çayda tədqiqat aparıb iki dənə. Hansı çaylardır? Orinoco çayı və Amazon çaylarında tədqiqat aparıb. Orinoco çayında, Amazon çaylarında tədqiqat aparıb. Orinoco çayında 75 günlük səyahəti olub ki, bu da bon plandan bir yerdə aparıb bu səyahəti. Daha sonra Ant dağlarında tədqiqat apardı, iki dənə çayı öyrəndi və vulkanlar. Vulkanlar hansılardır? Cotopaxi və Chimborazo vulkanlarını və Meksikadakı vulkanları öyrənib. Üç hissəyə ayırdım ümumi şəkildə. Cotopaxi vulkanı, Chimborazo vulkanı Ant dağlarında. Sönmüş vulkandır bu. Chimborazo və Meksikadakı vulkanları öyrənib. Meksika yazıram. Daha sonra burada Mərkəzi Amerikadakı adalarda səyahətdə olub. Adaları öyrənib. Sonra materikin iqliminə qərbdəki Soyuq Okean cəryanının təsiri müəyyən edilib ki, bu cəryanda bir müddət Humboldt cəryanı adlanıb. Testlərdə sizə şərqdə yazacaqlar, şərq səhvdir. İsti cəryan yazacaqlar, səhvdir. Qərbdəki Soyuq Okean cəryanını kəşf edib Alexander Humboldt və materikin geoloji quruluş xəritəsini tərtib edib. İlk dəfə olaraq o tərtib edib geoloji quruluş xəritəsini. Bunları bildirsə Alexander Humboldtu əzbər bilirsiniz deməli. Daha sonra növbəti gəlir David Livingstone. David Livingstone Afrika materikində tədqiqat aparıb, materiki qərbdən şərqə olaraq tam şəkildə keçib, qərbdən şərqə doğru tam şəkildə keçib və burada da yenə 2-2 gedir hər şey. İki çayda tədqiqat aparıb. Kongo və Zambezi çayları, Kongo və Zambezi çayları. İki göl kəşf edib.
Tanganika ve Nyasa gölləri. Göstereceğim hamısının yerin. Tanganyika ve Nyasa gölləri. Ve iki şelale keşfedilib. İki şelale. Victoria şelalesi. Zambezi çayı üzərində yerləşir bu Victoria şəlaləsi. Victoria şəlaləsini Victoria gölü ilə qarışdırmır. Şəlalədir bu. Və Livingstone şəlaləsi. Onun şərəfinə adlanır Livingstone şəlaləsi. Bu da Kongo çayı üzərində yerləşir. Baxın, bura Victoria şəlaləsidir. Bura isə Victoria gölüdür. Ona görə bir-birindən qarışdırılmış şəlaləni kəşf edib. Zambezi çayı üzərində yerləşir. Zambezi çayında tədqiqat aparıb və Kongo çayı üzərində tədqiqat aparıb. Daha sonra Tanganyika və Nyasa göllərini. Baxın, bura Nyasa gölüdür. Bura isə Tanganyika gölüdür. Bu göllər isə kəşf edilib və materiki qərbdən şərqə olaraq iki dəfə bu səyyahımız keçmişdi. Henry Stenli isə onun ardınca onun kəşf etdiyi yerləri daha dəqiq şəkildə, daha ətraflı şəkildə öyrənməyə çalışıb. 19-cu əsrin 70-ci illərində. Və gəldik Bellingshausen və Lazarev. Bellingshausen Lazarev cənubda yerləşən Antarktida materikini kəşf edib. Rus alimlərdir. 1819-1820-ci illərdə səyahət edib. Bundan əvvəl James Cook bura kimi gəlib, amma hava soyuq olduğuna görə, şaxtalar olduğuna görə gəlib çata bilməyib, geri qayıdıb səyahətində. Amma Bellingshausen Lazarev Rus səyyahları gəlib Antarktida materikini kəşf eləmişlər. Daha sonra coğrafi qütblərimiz. Coğrafi qütblər yer səthinin tərpənməz nöqtələridir. Şimal coğrafi qütbümüzü Robert Piri tərəfindən 1909-cu ildə kəşf olunub. Şimal. Ural Amundsen və Robert Scott isə cənub coğrafi qütbünü kəşf ediblər 1911 və 1912-ci illərdə. Coğrafi qütblə maqnit qütbü anlayışı eyni deyil. Fərqli anlayışlardır. Testdə görsəz ki, maqnit qütbünü kəşf ediblər 1909-cu ildə Robert Piri. Səhvdir. Coğrafi qütbü kəşf edib. Daha sonra müasir dövr səyyahlarımızdan Thor Heyerdahl vardı. Thor Heyerdahlın xidmətləri nə olub? O Norveçli olub, Skandinaviyada yaşayıb. Qobustan və Azərbaycanda da olub. Qobustan və Skandinaviya dağlarındakı qayaüstü rəsmlərin oxşarlıqlarını müəyyən edib. Və Cənubi Amerikanın Sakit Okean sahilində yaşayan adalarına əhalinin Cənubi Amerikadan gəldiyini isbat etmək üçün qədim dövr gəmisi olan Kon-Tiki gəmisini düzəltmişdi. 2 dənə xidməti olmuşdu. Və müasir dövrdə Azərbaycanı öyrənən alimlərdən biri də Thor Heyerdahldır. Daha sonra bu şəkildə 20-ci əsrdə artıq müasir dövrdə, 20-ci əsrin sonlarına doğru Şimal Buzlu Okean, buzlaqlar öyrənməyə başlanılıb. Dreyf stansiyaları nədir? Buzlar üzərində müşahidə stansiyalarıdır. Bu stansiyalar buzlar üzərində hərəkət edirlər. Baxın bunlar. Yaşıl rəng falan. Bənövşə rəng qoyulub. Stansiyanın adı da verilib. Dreyf stansiyalarıdır. Bir də bu mövzuların içərisində bir dənə də cümlə düşür. Ümumdünya Hava Xidməti mərkəzləri dünyada. 3 dənə yerdə yerləşir. Moskva şəhərində, yəni Rusiya. Melburn şəhərində, Melburn, Avstraliya və Washington şəhərində, Washingtonda ki, ABŞ-da yerləşir. Bu şəhərlərdə dünyanın Ümumdünya Hava Xidməti mərkəzləri yerləşir. Mövzumuz bu qədər idi.